Tanınmış fitness məşqçisi Kamil Zeynallı rəngarəng verilişində maraqlı açıqlama ilə diqqət çəkir. Musavat.com-un xəbərinə görə proqram zamanı şəxsi həyatı ilə bağlı suallara cavablandıran Kamil Zeynallı bildirib ki, rəsmi sənədlərində atasının deyil, babasının adı qeyd olunub. O, bu barədə danışarkən belə deyib. Bir uşaq atasından sevgi, qayğı görməyəndən sonra onun adını niyə daşısın? Mən vəsiqəmdə atamın adını yox, babamın adını daşıyıram. Lazım olar ata adı yerinə anamın da adını daşıyaram. Sadəcə bu uyğun gəlmir. Sevgi görmürəmsə adını niyə daşımalıyam? Zeynallının bu etirafı studiyada maraqla qarşılanıb və sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.